eviniz dikilsin. Birinci elden tikinti materialları perakende satışla Abşeron'da. Taxta, kafel, dam örtüyü, seme, boru ve daha çoxunu ilk elden alın. Tercihinizi azaldın. Abşeron Ticaret Merkezi. Ünvan Hükmeten Dairəsinin yanı. Perşembe pazar Xəzər TV'də efirə qayıdır komedi kanal. Gülməli məzəli səhnələrlə sizə gülüş verir komedi kanal. Yepyeni səhnələr bizdə izlənər. Şən parodiyalar hamısı bizdə. Sizlərə gülüşü bəxş edərik biz. Sizin qarşınızda komedi kanal. Efirə qayıdır komedi kanal. Qasım, bayaqdan nə gəzirik burada? Abşeron Ticaret Mərkəzində bütün tikinti materiallarına endirimlər başlayır. Gəlmişik endirimlərdən yararlanaq da. Elə. Elə. Hə, nə deyirəm ki, yararlanaq. Sən də yararlan. Hansından yararlanım Qasım? Hamısından. Əlönlə keçdi yararlanaq. Deyəm Ayarvad, hazırlar. Gedirik nəvəmizi görməyə. Əli boş nəvə yanına gedərlər? Nə Gör o? nəvəmi üçün nə aparıram? Piredo bezi. Bunu ki uşağa bağladılar. Səncə? Uşaq quzu kimi ya. Piredonun nəm salfetləri, Piredonun maye sabunları. Day bundan artıq mən uşaq üçün nə aparmalıyam? Başın işləyir sənin. Yenə dedi başın işləyir ya. Ay qız keçən dəfə də ad günümdə mikrofonu götürmüsən ki, sənin başın işləyir. Olmadı ki. Götür bezləri, Yaxşı, sonra danışarıq. Şu qoy işimi işləyim də, dur nəyə yığırsan? Demişəm axı işləyə bilmirəm axı belə olanda. Sən bir bax gör mən nə almışam. Yeni bizon egzotik, çiyələk və tropik mango dadında. Hələ sən buna bax, kaktus və yetişmiş gavalı. İkisinin tandemi. Bilirsən nədir? Mənə bax, təzə bizondur bunlar. Bəli, bəli. Bu qədəsini niyə almısan? Axşam partidir də. Evdə? Evdə. Əla, əla. Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır. Rosko, yalnız halal. Xüsusi sponsorumuz Qardaşlar Mebel. Qardaşlar Mebel 10 ildir keyfiyyətli, funksional və zövqlü bütün mebel layihələrini uğurla təhvil verir. Qardaşlar Mebel təkcə mebel istehsal etmir, ehtiyacınıza uyğun unikal həllər təqdim edir. Burada siz evdən tutmuş ofis, səhiyyə, hərbi, kafe, restoran, bağça, məktəb və bütün növ mebelləri tapa bilərsiniz. Dostlar, ən gözəl də bu ildir ki, bizim dostlarımız Qardaşlar Mebelin bu illərin 10 yaşı tamam olur. Və bu yubiley münasibəti ilə ilin sonuna qədər böyük möhtəşəm endirimlər təqdim edir. Əgər siz də keyfiyyətli və ən əsası rahat mebel əldə etmək istəyirsinizsə, Qardaşlar Mebelə müraciət edə bilərsiniz. Bu gəlin bizim qabağımıza yemək qoymayacaq. 12-ci stəkanda içirik. Yəni, neynəmək istəyirik biz? Basen tikirik. İşdik və bir gəlinə dəymirsən, belə vermirsən, çıxaq gedir. Mənə bax. Nətər? Lok-lok eləyirəm, Nətər loklu? Qulaq as. Biz də qaydanda metro ilə qaydacağıq. Qulaq as. Yaxşı ayran içməmişik. Nə bax. Bak, qarnın da öyle, səndə budda boşluq var. Ha, dedim, sən budda boşluq var da. Bilirsən nə yadıma düşdü?
Axırıncı dəfə sən belə qulağımı mənim qarnıma gədə hamilə olanda ona qulaq asmışdın təfihlərlə. Demə, yadıma düşdü. O illər getdik, çağırdın ki, tez elə gəl. Mən də həvəslə gəldim, getdik doğum evinə. Doğum evində dedilər ki, birinci pulu verin, sonra arvadı içəri salaq. Sən dedin ki, pulu verəyik də. Mən dedim, bu dəqiqə gözümü yandırayım, arvadı sal içəri. Getdim 1500 manat pul tapdım. Getdim verdim, dedilər 500-də tap. Sən də sancıdan doğranırdın. Aləm dəydi bir-birimizə orada. Mən cımdım mamaçanın üstünə. Mamaça cımdım mən. Sən Allah, yazma salım yəni, sən də. Mən hiç iyi danışıb şey deyəmirdim. Sana demişəm ki, o hamiləlikdən çıx. Hamiləlik olmaz. Peşman oldum. Amma ikinci uşaq yaxşı olur. Çempion çaylarımız da nədir? Yox, gəl, çay bəsdir. Çay bəsdir. Bak daşır. Yəni şey eləməyək. Sen ver, narahat olma, ver. Yox, Qaramat dayı, nə danışırsınız? Mənim gözümün ağı qarası bir dənə qaynanan, bir dənə qaynatan var. Mən heç sizi çaysız qoyaram. Hamıda bir dənə də, kimdə 5-6 dənədir. Bəsdir, gəlin elə gedirsən, gəlirsən çay, bəsdir. Gəl bu istidir. Xoşunuza gəldi? Çox dadlı da, Qaramat dayı. Çay? Ha, çox dadlıdır. Əladır. Necət Fapoli? Ya- Yaxşıdır. Yaxşıdır, sağ ol. Kamrançıqın ürəyə gedir mənim çaylarım üçün. Kamrançıq. Kamrançıq. Neyini o Kamrançıq? Bax, doğum evindəki, bax, belə spor olanda, o spordan belə uşaq olacaq, bax. 2000 manat tapmışdım. Ne? Can, için nuş edin. Hər şey yaxşı olacaq. Yox, ay gəlin, içməyim. Çaylar təzələsin. Yox, Məncə təzəli. Təzələ çaylar. Qaramat da inciyərəm, Qaramat da. incimə. Ne, içəri, da baş. Yavaş. Şey, belə... Yeməkdən falan yoxsun. Yeməkdən... Dədən acıyıb. Əgər şeydirsə, gəlin. Sən bilirsən, mən gözü tox adamam. Həmişə mən yeyişmişəm. Həmişə. Ömür boyu mən həmişə mənim tükəm olub. Hə. Badımcan da yesəm, arasında bir yağlı quyruq olub. Mən onu belə quyruğu badımcana eləcə texə yeməmişəm. Onu quyruqla. Kartof da yesəm, onun kartof arasında bir dənə quyruq olub. Mənim həmişə quyruğum olub. Belə də quyruğum olub, belə də quyruğum olub. Ömür boyu quyruğum əski olub. Qaramat dayı, sizdən kusaram. Sizdən kusaram. Küsərəm də, yəni Küsərəm. inciyər də sənə. Qaramat dayı, mən sizdən kusaram. Mənim biricik qaynanamla qaynatamı evimdən ac yola salaram. Gəlmirəm. Bir saatdir. Mən necə qonaqpərvər gəlinəm, bunu hamı yaxşı bilir də. Elədir, Kifayət xala. Sifariş vermişik, gəlir yemək. Hamısı yoldadır Fapoli, narahat olma. Nə yoldadır? Motosikletin gətirirlər. Buy, başa düşmədim. Qabağımıza yeməyi motosiklet qoyacaq. Kifayət xala, məni incidirsiniz. Elə şey olar sizin qabağınıza. Mən gəlininiz qala sizin qabağınıza hansısa motosiklet sürən qoyacaq yeməyi. Конечно, o gələcək, mən ona yeməklər götürəcəm, qoyacam sizin qabağınıza. Gəlir, çatıb. Gətirdilər. Kamrançı! Xuruş mənə kömək elə, xuruş! Mən bilsəydim ki, bizim qabağımıza yeməyi motosiklet sürən qoyacaq. Mən elə toyda o qızıl sepi gəlinin yox, motosiklet sürən boynuna taxardım. Ta keçdi, ta zamana dəyişdi, ta. Evdə yemək pişirən yoxdur da. Heç kim evdə yemək pişirən. Canım üçün. Hamı deyir ki, düşə aşağı pizza yeyək. Düşə aşağı lahmacun yeyək. Biri-birinə, qardaş-qardaşa zəhv verir ki, gəl hissə ailəvi deyir, evə qalmıyor. Elə orada düşürüyor, orada restoran var yeyir. Getdi, ta. Hanı? Qutardı. Duyaq deyən arvadlar qutardı. Qreşkanın içindən belə qara qreşkanı axtarıb tapan arvadlar da qutardı. Ta getdi. Qonaq otağı yığışılıq ve. Qonaq otağı kim var ki? Bax, qonaq otağı bəzirlə, düzürlə, müstürü zadı qonaq gəlmir. Nə qonaq gedən var, nə qonaq. Mən deyirəm, o qonaq otağında ümumi birləşdirsinlər hamama, hamam geniş olsun. Sanırım ki, nə üçün qonaq otağı? Hər şey şeydən başlar, süpürgədən başlar. Hər şey süpürgəni ki, gəlinin əlindən aldı, ona toz soğan verdi. O gəlin də toz soğan tullandı, fırlatdılar robot toz soğan. Bu dəqiqə evdə robot toz soğan istəyir. Sən qox ki, robot daşaq.
Kim gətirir, gətirsin, motosiklet gətirir, nə bilim, kim gətirir. Sarfam qarışdı, acından ölürəm, bir tikə bir sən nəsə yeh, duraq gedək. Kamera! Kamera, tüy belə! Salam aleyküm, salam aleyküm. Axşamınız xeyir olsun. Motosiklet budur. Yox, Kifayət xala, bu qonşumuz Kobradır. Kimdir? Kobra. Kübra. Hə. Salam verin. Bağışlayın, sizi də bu gecə vaxtı narahat eləyirəm. Bu bizim evdə qonaqlar gələcək. Qazımızın 4 gözü də doludur. Elə birində badımcan dolması bişirirəm. Birində İstəmir nə deyir? Halal. Hə. Birində Şusun. Nə qulağın düğün alışdırasan? birində mal sozu bişirirəm. Mal soz. Eşitdin mi? Mal sozu. Qonaqları gəlib, mal sozu pişirir. Mal. Eşitdim. İrili xırdalı. Birində toyuq çığırdıram. Toyuq çığırdır. Bəli. Siz bizi burada çığırdırsınız. Cəmaət orada toyuq çığırdır. Ay, интересно, Karamat dayı toyuq çığırır ha. Kamraçım, pristav toyuq çığırır. Hələ keyfli toyuq da var. Doğrudan toyuq içir Karamat dayı. Qazın bir gözünə də bilincik pişirirəm. Bu aşı dəmləməyə yer qalmadı. İmkan varsa, olarsa sizin qazınızın üstündə bu aşı dəmləyərdim da. Qızım, sizdə sünnət toydu. Yox ay bibi, qaynanamla qaynatam gələcək, onlar üçün yemək hazırlayıram. Halal olsun. Halal olsun. Eşq olsun. Varam da belə gəlinlərə. Görsən nətər gəlinlər var. Dəhşətdir. Halal olsun. Mən şokdayım. Wow. Ay bacı, Tamam. sən nə hazırlamısan, nə pişirmisən? Hələ Kobra. gözləyirik. Görək motosikletçi nə gətirsə o. Motosikletdən çox şey asılıdır. Motosiklet nədir ay dayı? Motosikletdə dırr eləyər. Elə bil ki, qızım, sən peçin 4 dənə gözün xotdamısan. Bizim gəlində motosikleti. Kobra. Kübra. Kobra, sən bura bişirməyə gəlmisən yemək. Hə. Get bişir də yemək. Gəl qazın yerini göstər də. Gəlib göstərim də. Üzürü narahatçılıq verirəm. Qızım, aşkı nə mi o? Bəli, aş dəmləyirəm. İynə bax, sən canı iynə bax, Bir dənə bunun iynə baxın. Bir dənə siz də iynəyin. Wow. Hələ bunun. Vay da, görsən var gəlin, görsən var. Buna baxın. Bunun sarı kökünə baxın. Bunu nətərdən dəmləyirəm. Aparda ta aşından öldüm mən bizi, aşından öldüm mən. Dəmləyirəm. Gəl Kobra, gəl. O gəlinə tərbiyə verən var ha, o aşı onun içində yeyər. Ay. Adamın qabağına bax, beləsi çıxmır, bir yerə gəlin çıxa, elə yerindən onu adam götürüb gətirərdi də. Kimi deyirsən? Sən qonşunda. Kübranı. Bu bilirsən mənim nə qədər qabağıma çıxıb ata. Bilirsən nə qədər. Mən qızı xırşı sevdim də, xırşı. Xırşı. Sağ ol. Sən daha gör gəl. Xırış! Gəlim məndə. Kobra kim gəldi? Çatma. Buradan ha. Buradan get buradan ha. Gün günü qatışırlar deyil, bildiğin ortada uşaq da yoxdur. Yaş. Karamat dayı. Он такой смешной. Qonşuydu. Qonşudur. Ha? Qonşu. Salamlar. Axşamınız xeyir, necəsiz? Yaxşısınız? Sağ ol qonşu, sən necəsən? Sağ ol, çox sağ ol. Yaxşı ol. Üzürlə sən sizi narahat edirəm. Bəli. Atanla anam qonaq gəlir. Mən də qazın üstünü bütün yeməklərlə doldurmuşam, inanırsınız. İndi qalıb bir dənə doğğa bulamaq. İcazə versəz sizin qazınızdan istifadə edib doğğanı bulayardım zəhmət oldu. Çox xahiş edirəm. Çox. Kimdir bu? Kübra nəridir də? Qonşumuzdur. Vəfa kişi. Bəli. Vəfa kişi, doğanı sən bulursan. Sən inanırsan, mən bu doğğanı heç kimə etibar eləmirəm ki. Doğğa da
Qadın kimi inansız belə incədir. Diqqət tələb eləyir. Bircə qırıq sifətini çevirdin, yayının darda doğğa çürüdü. İcazə verin. Mətbəxinizə keçin burada. Olar? Keçin də. Oo. Bəli, bir də olar Sibel. Bəli. O doğan necə buluyorsunuz? Bir də çox üzr istəyirəm. Bir də belə saxlayın. Belə. Bu deyəsən buluya bu günə qalıb. Necə? Baba kişi. Özü də bulanır ucu. Mətbəx ordadır. Oldu, çox sağ olun. Mən Kamrançika belə olmaz. Bu neçə saatdır biz gözləyirik. Harda qaldı bu Gəlmirsən, kız? sən biz çıxaq gedək evə. Qoy mən Düzdür, indi ona çayı zəng çox edim. içmişik. Gedəndə Çerez bulvar gedək. Çünki baxmada bulvar elə ki 300 metrdən biri var. Dəydik çıxdıq birdə. Qaramat dayı, siz mənim yeməklərdən yeməsəz, mən sizdən inciyəcəm. Bax deyirəm sizə. Yox, ayıb olar. Mən indi baxıram proqramdan, indi özüm ona yığacağam, görüm hardadır. Məndə göstərir ki, çatıb. Yox qızım, indi əgər bu yeməkləri motosiklet gətirən idisə, bizi niyə bura çağırırdınız? Hələ motosikletə deyərdi, sürərdi bizim evə verərdi də. Yox, bilirsiniz necədir? Mən özüm də sizin üçün yemək hazırlaya bilərdim. Qəşəng sizə avokadolu salat hazırlayardım, kinoa salatı hazırlayardım. Cəhənnəmə deyib qaynatam gəlir, maksimum doğğa bulayardım. Amma bilirsiniz, Qaramat dayının sevimli kok supunu eləyərdim. Bu? Kök. Kok supu da keçən səfər içdiyinizdən koku pişirə bilərdim sizə. Sadəcə olaraq restorandakı yeməklər daha dadlı olur. Məncə belə ləziz olur. Seçim də çox olur. Ona görə özümə niyə əziyyət verim ki? Bax, mən indi ona yığıram. Alo. Siz hardasınız? Yox, siz hardasınız? Mən başa düşə bilmirəm. Necə yanı tıxac var? Tıxac var, tez çıxın da. Belə şey olar. Xeyr ola burada ağsaqqal, ağ bir çay sizin yolunuzu gözləməlidir. Heç ayıb deyil. Heç utanmırsınız. Mənə ver. Hardasın sən? Ağıldı, ağıl. O mənə maraqlı deyil qardaşım, provkadasan hardasan? Ay bana, dayan. Mənim açam anam sənə görə niyə az qalmadı Bir qardaş? dəqiqə ver, mən də iki kəlmə söz deyim. Yox, gözlə. Mən buradayım da, evin kişisi burada. Hardasın sən? Mənə bax. O Dastafişkin üstünə qışqırınca, bizə də öyle arvadın üstünə qışqırsaydı. Şimdi biz çoxdan yeyib getmişdik. Yox, Qaramat dayı, mən sizə bir söz deyim ki, oğlunuz çox panyatqaldı, heç vaxt mənim üstümə qışqırmır. Çox sağ olun. Ver iki kəlmə söz deyəcəm ona. Alo! Ay qardaş, harda qaldın? Mənim qaynanamın, qaynatamın gözünün koku saraldı səni gözləməkdən. Ay gəlin. Ay can. Nəyim saralıb? Düz deyirəm də, gözünüzün koku saraldı. Belə şey olar, belə məsuliyyətsizlik olar. 5 dəqiqə bura çatdın. Çatmadı məndən incimə. Oğulsan. Necə dedi? Ürəyimdən tikan çıxdı, klinoz. Ürəyimdən tikan çıxdı. Gör hələ bizim ürəyimizdə nələr var. Can. Vot, gəldin. Gəldi. Kamran. Sən yoxsa... Gəl bura! Kamran yıxılmış. Kamran. Hər şey qapın belə sırda biz. Yaxşı. Mutfaqı sən tutacaq. Kaçıyorum. Ne var ya? Salam aleyküm. Salam aleyküm. Yeməkləri gətirmişdim. Sən haradasan abi saatdir? Ha? Şuna bak. Sənə görə mənim atam anam yaz qalmadı ha? Niyə? Ay maşallah. Al. Şu. Sıvoy. Əsəbləş. Maşallah. Yeməkləri bu dəqiqə verin, bir dəqiqə. Ay qardaş. Bəli. Sən niyə gecikirsən? Xeyr ola bu ağ birçək, ağ saqqal ac qalmalıdır. Ümumiyyətlə sizin şirkətin adı nədir? Mən zəng edib şikayət edəcəm. Bizim şirkətin adı Gətirbəri. Gətbəri. Bəli, Gətirbəri. Bu dəqiqə mən. Gətir görənə. Yeməklər də gəldi. Öldü yazıq. Kamrançik. Əsəbləşdirin deyən görə. Kamrançik, yeməklər gəldi. Bir dakika gəlsin. Kamrançik, yemək. Xanım buyurun, bu sizin bax mərci. Mərci gəldi. Nə bax. Mərci gəldi. Mən evli metronun qabağındayıq.
Get görək elə yeməkləri get görək elə budur. Hamısını get Yox, görək. yox, burdadır, burdadır. Orada başqa yeməklər də var. Kebab var, qəşəng salatiklər var. Kebab əla. Gönnə bomba. Gəlinə bol. Qəşəng orada salatlar demişəm sizə özəl. Da. Kamrancıq onları parking elə. Bu da elə. Suptu, orada bilinçik demişdim. Bilinçik hanı? Birinci qəşəng. Hanı bana birinci? Şey, xanım, gələndə küləyi idi. Motosikleti aşırtdım. Aşır, hə? Mən yıxıldım. Yumba... Halanın üstüne yıkılmamsan. Yeməklər qarışıb yəqin bir-birinə. Bilinçik hanı? Bilinçik Bilinçik, oradadır. gördün məni? 100% orada. Daha qoyub müəllim bir dəqiqə. Həmin dayı xoşunuza gələcək. Bir dənə qəşəng bilinçiklər demişəm ki, belə lay lay. Hə, bu mərcinizdir. Bir də Mərcin, mərcinizi açım. Ha, deyir müəllim buradadır. Buna bax, bilinçik. Şeydə avariyada olub. Çək o yana. Bildikdə? Bu sizin. O biri də olmalıdır. Ben yemirəm bala, ben yemirəm. Əladır, əladır. Deyir dayı, buna bax, bilinçika bax. Yemirəm, dur. Oy, bilsəydim Allah. sizə kok supu hazırlayardım. Kokun kesilsin kızım. O iyilər, çok bu ne diye bu ne biabırçılıktır. Ya sen ara sarsan bizi. Ha, kebap hanı? Yok kebaplara mı? Kebap müəllim oradadır da kebap. Bunu sen Öyle şey olar kebap olmasın. Kebaplar al. Öyle şey olar kebap. Harcın içinde. Kebaplar buradadır. Burada karışıp da. Salat diye bala bu salat. Yo, buralarda olmalı da. Bu salatın içinde bak müəllim, bak kebap. Onu Müəllim bu kebap. Onu ver ona, onu ver ona. Kıfayet halaya da ver, Bak hoşluyor bak koy əmi, kababını. kebap. Ve iyi kıfayet hala, koy onu bilinçikin üstüne. Hamısı buradadır. Ne koyublar hamısı buradadır. Buna bak əmi, kebaba bak. Biraz yıkılmışam da əmi, biraz yıkılmışam. Yaxşıram. Mənə bax. Mən pulumu verim, mən gedim də. Yok mən orada qəşəng pomidorlu vişnyalı salat demiştim. Hani o? Hamısı burada, hamısı hanım Onu deyil. ben yerim, bunlar Çörək sen. də var olmalı. Hanım, Bir hə. dənə çörəksiz yiyişmir. Bak hanım, o da burada, bak. Çörək biraz girip bunun içine. Bunun içinde. Hamısı buradadır. Bak bu çörək, bu da salat. Əladır. Qəşəngdir, təzə. Mən pulumu verim, mən gedim. Qaramat dayı nuş olsun yeyin. Bir dakika can ya. Ya kardeş sen ne varsan ha kardeş? Ne var? Ha sen ağzı şirkete. Ver o telefonu bana. Ver. Ver o telefonu Şu bana. an kameram. Ya bir dakika gözlem ben sana bir dakika Şu an şikayet ederim seni işten çıkartırım sen de bak. Kardeş, Bana bak ha. Her şey olar ha. Sen canım anlatım. Ana mezzet çekmelidir. Niye ya? Gözüm de gel. Ayıp olsun. İki az sakalı sen aç koydun. Eləmə. Saç taştan atın. Ben çok əsəbiyəm kameram. Spakodanın ya. Darıkma sen. Can, çok da sesi. Darıkma. Hayır. Darıxmıram ha. Gönə, ver bu. Gönə, ver. Eləmədən mən də Ad çörək. boy ver onu, ad boy ver. Sən nə işin var bununla? Nə əzab əziyyətlə, külək demirlər, boran demirlər, qar demirlər, yağış demirlər. O motosikletlə, o surətlə gəlirlər. Sən isti evində oturanda bunlar sana isti yemək çatdırsın. İndi olub da nə olar? Bunlar da çalışırlar, sənə yemək gətirsinlər, sonra özləri də 500 manat qazanıb evlərinə bir az çörək yaparsınlar. Belə də ki, ay bala, sən onun müdürünə zəng elib şikayət eləməkdənsə, arvadının anasına zəng elib şikayət elə. Denən ayda ildə bir dəfə qaynanası, qaynatası gəlir, bir loxma yeməyə pişirib qabağımıza qoymayıb. Restorandan zakas verib. Vot kifayət xala, deyin də oğlunuza, deyin yıxsın, mənə şikayət eləsin. Nə qədər deyirəm, yıxmır ki. Maşallah. Güyün çatsın, ya bax, ola. Yığ da yığ. Yığ da. Vur da onu bir dəfə orada. Ev yok, da qanqar açılırsan. Yeyiniş olsun, Onun soyutmayın, pulunu ver, soyutmayın. yolasa. Soyutmayın. Arkadaş üzülürsen biraz əsəbləşdim. Bizim Borcum nə qədər elədi? Borcun heç nə, evi yox, heç nə. Yox, denəm də yaxşı. Yox, heç nə eləmir. Yaxşı da yaxşı, üzülürsən, yaxşı. Abala, mənim oğlumu tanımırsan, heç də deyəndə verməyək. Götür. Nə ver, götür. 80 manat. 80 manat. Hə, hamısı bir yerdə. Ala 80 manat hesab. 20 manata sənə çay qoy. Ay oğulsun. Çox sağ ol. Mənim oğlum belə olmalı, deyil, belə düşür, bax. Bunlara çay var düşür. Həm də əldən bərk olmayın, kişi ol. Kişi olay,
Kaçta Sağ olun getsin? Karamat dayı, çox yaxşı kişi oğlan yetişdirmisiniz. Mən ürəyim gedir onun üçün. Sağ ol, Kelin, Sağ sağ ol. ol. Sen de sağ ol. Sağ olun. Gələn səfər sizdən kokusunu bağlayacağım öz barmaqlarımdan. Bize gelirse kalem pişireceksin, kalem dolması. Mən ət yemirəm. Yaşı bir gitiryanka. Sağ ol bala. Sağ olun əmi, sağ olun. Sağ ol. Sağ ol da get. Ehtiyatlı ol. Maşınların arasına girmeyin. Kamran qapını bağlayırsan. Ayrıca yolumuz var da o yolla. Ha. Oldu, sağ olun. Sağ ol, sağ ol. Başına dönüm, sağ ol. Nasıl ben bunu kapımı bağlayayım geldim. Kapını bağla. Get köməklə bağla. Kamran gəldi. Gözündən gördüm ki, ürəyə gedir qarşısında alacaq. Heç nə, görək nə tapırıq bir Sen yalan. merdini söyle. Yiyin, soyutmayın. Yok, hem soy ver, ne ye ki? Yo. Ondan yiyin qəşəngdir, çox qəşəngdir, çox gözəldir. Orhan iyi dağıttı, o aşın iyi öldü deməni. Aş da öldü aş. Bayraq, çörək, Allah, bax. Heç Çox olmaz. sağ olun. Sizə sağ ol. Təşəkkür Sağ ol, edirik. sağ ol. Aşımız dəmləndi. Allah versin. Nuş olsun Sağ ol, sizə. nuş olsun. Heyf görmedim. Buladım. İsti gedək bizə. Qonaq dəvət edirəm. Belə dil ucu. Getdi. Gelin. Xahiş edin. Predo Baby. Xoşbəxt anaların seçim. Və bir dənə qəşəng çay dəmlə, mənim indi futbolum başlayır. Əşinə çay var. Sən cana halım yoxdur. Su ilə yola ver getsin. Bax, indi dur. Dur bir dənə qəşəng pürrəng çay dəmlə. Çempion komandama çempion çayı içə-içə baxacam. Dur. Dəmliyim də. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Biz də buradayıq. Bu dəqiqə. Bu dəqiqə Xəzarla xanım. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız bir dəqiqə deyəm da. Sənin qardaşın arvadın söhbəti mənim nimə lazımdır? Mən qeybət eləmək istəmirəm. Televizora baxıram. Hə? Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Mənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra şəhərə qədər sənə qulaq asaram. Tək ki tumum olsun. Hə, anla. Nə dedin? Ne olub yenə qaşqabaqlı oturmusan? Mən sənə bayaqdan zəng edirəm, sənə niyə zəng çatmır? Bu mənim telefonumun zaryadkası qutarıb. Yadımdan da çıxıb az qoymuşam, ona görə sönüb telefonu zaryadkası qutarıb. Telefonumun zaryadkası qutarıb, get telefon mağazasına Euroaxın aksesuarlarından al. Bir dənə özün üçün powerbank al. Lap istəyirsən evdə zaryadkaya qoymağa adapter al. Maşın üçün adapter al. Telefonun əlindən düşüb cızılmasın deyə kabura al. Ekranı sınmasın deyə qoruyucu al. İstəmirsən səsimi eşitsinlər, AirPods al. Amma nə edirsən elə? Elə ki, mən sənə zəng edəndə mənə cavab ver. Yaxşı. Yaxşı deyib oturur. Dur ged al da. Hara gedib? Euroaxa. Hə, yadımdan çıxıb. Gedim alım gəlim. İbrahim, sana Aktel'den hediye almışam. Aktel'in planşeti, telefon, smart saat. Birini sana, birini de Cazan'ın özüne. Bunu da atama verərəm. Can sağ ol. Mənə bax, axşam anamla bacım gəlir. Bəs onları heç nə almamısan? Bir telefon anava almışam, bir telefon da bacıma almışam. Bacımadan da çox sağ ol həyatım. Ama bir şey xahiş edeyim, Can. bunu benim anam bilməsin. Yaxşı. Can sağ ol. Dostlar, bir dənə ricam olacaq sizdən də. Oradan da gecə, gündüz, çovğunda, yayda, istidə, cırhacırda işləyən o kuryerləri bir alqışlayaq ürəkdən. Və təbii ki, növbəti səhnəmiz olacaq. Növbəti səhnəni bizə çox yazdınız ki, bu səhnəni bir də təkrar edin, bir də təkrar edin. Və nəhayət ki, çox sevilən bir səhnəmiz gəlir. Elə göründüyü kimi Yevlax Bərdə taksisi. Alqışlarınızla. Gel görüm Yevlax'a verdi ya, Yevlax'a verdi.
Yevlaxa bəldiyə 4 nəfər olsa çıxıram. Sər ana xeyir duası almış maşınla Yevlaxa bəldiyə. Arxasıyla su atılmış maşınla Yevlaxa bəldiyə. Klient yox da, avtobazada klient yox da. O gün qışqıra Yevlax bəldə deyə getmişəm Nizam metrosuna. Oradan biri 60 yaxşı bir tər pişirib atıb çiynimə getmişəm mağazalaydı. Klient yox da. Gəl görək Yevlaxa bəldiyə. Yol boyu çayı ilə, suyu ilə, simişkası ilə tərlədin də qoltuq altı ilə fısıllada Yevlaxa bəldiyə. Yox da, klient yox da. Gəl görək Yevlax bəldə. Salam aleyküm. Necəsiz? Mən deyirəm bugün məni vağzalın qabağında quşun biri belə batırır. Uçur belə batırır. Gəlir də var dövlət gəlir. Var dövlət gəlir. Yox, gedirəm. Mənə maraqlıdır. Sən hara getsən, nə işin var? Sən getsən ya Yevlaxa ya bəldi. Gəl nə deyirəm, mən filan qulaq. Mən ora tutuşdurursan. Gedirəm də özüm. Özüm gedirəm. Hara? Yevlaxa. Bu. Belə ləzzət eləmir. Səni qamarlayıb maşa basan da yaxşı. Qamarlama. Adam balası mı gedək də? Yevlaxa gedirəm toya. Toya? Xoşbəxt olsun. Gəbər. Gəbər. Sağ ol. Gəl otur, bax sən. Taksində daldan gedirlər də. Belə gəldim. Gəl otur, bax sənə qabaq yeri verirəm. Sağ ol. Bu yer VIP-dir, ha. VIP. Bura mən adətən qəşəng qızlara otururam, amma sən otur, eybi yox. Otur. Darıxmışsın sən, canın üçün. Sağ ol. Otur, 2-3 dənə adam götürüm çıxaq. Gəl görək, Yevlaxa bəldiyə. Elşad Qarayevin cavan vaxtı şululuq edin maşınla, Yevlaxa bəldiyə. Elşad Qarayevin olub bu maşın? Ondan almışam. Rəvandan əvvəl yoxsa rəvandan sonra? Rəvandan əvvəl. Cavan vaxtı Elşadın. Hacqabılda pişmiş qəhlə çay içib. Kürdəmir də yolun qıranda qanqalı yiyib. Ucarda da alçanı duza batırıb, marçıla Yevlaxa bəldiyə. Yox deyə, klient yox. Quruyub ev. Vazal quruyub klientdən. Mənə bax. Haydi. Sən nə qədər alırsan bu şeydən? Mən elə bir ki, 4 nəfərim olsa, adam başı 20 manatdır. 20 manat. 80 manat. 80 manat. Mən sağ 80 manatı verirsəm, otur gedəkləri ikimiz. 80 manat? Hə. Mən belə başladım, sən ofşizalı bağlayırsan. Yox, toy eləmirəm, Hə. Yəni, pulun vereyim, gedək. Pulun versən gedir. Hə. Klient götürməyim. Götürmə də, üçümüz dedik, iki qardaş gedək. İki qardaş gedək. Hə. Gözəldir. Rayondan şəhərə işləyən taksiyə nə lazımdır? 80 manat pul. 50. 50. 60. 60. 70. Kürdələmə də elə belə verəcəksin. Elə verim. Aynen ne oldu? Uy. Git, artık getmədi. Yok. 7. 8. Tanıdım. Sağ ol. Sağ ol, sen de sağ ol. Evet, canım için. Hadi gedək. Şoförə bundan gözəli yoxdur. 80 manat. Onun 20 manat dizel, 10 manat radarıdır. Yerdə qaldı 50 manat. 25 arvadın 25'i mənim. Bundan gözəl yoxdur. Getdi. Klient götürmürəm. Yox. Mənə bax, maşın səndir. Bu maşın sən balaxdırmırsan. Elə bir 190 bugün səndir. Çox sağ ol. Rahat, İkimiz gedək. Qəşəng orada mahnılar qoy. Qoyacaq. Mahnılarından qoyacaq. Qəşəng qulaq asası gedək. Adam xoşlayır. Qoy, çıxacam. Nəsə, getdi. Copu, yol ver, copu. Ha, mütəşəkkir. Yox, getmənə gedirəm, Yevlaxa bəldiyə gedirəm, amma... Eşim yox. Sən mən. Sən mən, ikimiz. İki kişi. İki kişi. Elə bir klient var, maşını bir opşu bağlayıb da, zalı bağlayıb. Klient qoymur.
Yenə də məsləhət. Yox, yox, da mənim də verdim səni. Ha. Cibindədir. Ha. Şurada da elə bir şey otururlar da, burada otururlar. Ya, salam aleyküm, hoş geldin, sağ olun. Hamısı buradadır. Necəsiz bacı? Ha, yaxşı olasınız. Ha, siz harada düşəsiniz? Laf yaxşısı, da gedirlər, dəymə. Mütəşəkkir etsən məni. Yenə mən bir danışım sənə geri dönəcəm. Oldu qalam. Mən götürmədən çıx gedirik də özünüz. Tam mən pulu ona görə verim ki, rahat gedək. Yox, heç mən halal adamam. Mən halal adamam. Bax sən dedin. Mən Rolda tutar, rolda. Maşın sənindir. Sən bunun pulunu vermirsən abi. Sən gəl sür, mən gedim arkada yatım. Canım üçün gəl sür, gəl sür, mən yatırım, maşın sənindir. Ya mən də sürürəm ki, qardaş. Mən də sürürəm, sən öz maşınını sür. Yəni deyirəm, maşın sənindir, rahat ol. Rahat ol. Get. Qərət eləmədi ya indi ya. Get. Abi, arvaca verdin 25 manat var ha. 10 manatın ver, bura bir siqnal qoy. Ağzın yara töküb, yetər. Ha, siqnal düzəltmişəm, heç siqnalım var. Öğrencilər olmuşam ya burasından. Heç nə, nədir? Sağ ol. Amma narahat qaldım. Bu mütəşəkkir zəng eləmişdi ki. Mütəşəkkir kimdir? Hə, dostumdur da mənim. Adı mütəşəkkirdir. Hə. Qardaşının adı Cənaz adı. Bu nə addır? Qardaşım bilmirəm, yox. Hə, dedi ki, bir xəstə var, onu rayona aparmaq lazımdır. Dedim, nə bilim, valla. Qatma. Gedirsə gedir, iki qardaş gedir. Xəstədir, Həyətin ağarım xəstədir, bir dəqiqəm xəstədir də. Həkim dedi Hə, ki... bildim də, hərədə bir xəstəlik var. Hərədə bir xəstəlik var. Yox, həkim dedi... Mən də bir xəstəyəm, mən nevroz adamım, qoç xəstədir. Yox, yəni sən deyən olsun, mən ona işim yox. Həkim dedi ki, aparın elinin obasında biraz yaşasın da, yəni ağırdır vəziyyəti. Vəziyyəti ağır. Yəni sən deyən olsun. Sən burada ölü veriyərsən, canı dəymər. Gəlin, qoç xəstədir. Sən də qoç xəstədir. Ay, deyirəm, yox. Sən nə dedin? Götürməyək ki. Götürməyək. Siz də, qəşək yoldayın, birazdan inəklər zadlar olacaq. Baxa, inəklərə zadlara bax. Elə ondan qorxuram da. Ondan qorxuram ki, bizi ah tutar. Nə ahı? O xəstənin ahı. Nəsə, nə? Canım üçün. Nədir? O ah tutar, özə bu 190 var ha. Yol düz, şüşə kimi. 190 da raket kimi maşındır. Bunu ayağı qaza qoydum ki, 280 belindədir. Ah tutar özə bu maşın var ha, bu Mercedes kimi ah tutan ikinci maşın yox. Tutar. Bilmirsən? Yox, məncə yox. Ah tez götürüb Prius. Ay, yox. Luboy Prius'e bax, cırıq-cırıqdır. Böyle hamısı ahdır, cüp. Prius kiməsə ah verir, amma bu götürür. Məni mutlu eləməyin, mən də faktdan danışıram. İbrahim Tahtiyazı hansı maşında vurdular? Mercedes. Amerikan prezidenti var, Kennedy. Onu hansı maşında vurdular? Bilmirəm. Mercedes'te. Araşdır. Fakt diye bu. Hitler'i harda vurdular? Harda vurdular? Hamı deyir bunkerdə vurdular. Ha, küləkdir, boş söhbətdir. Nə küləsi? Gördü ki, hücum var, girdi. O vaxtı 41-45'in 190'ı vardı. Girdi onsa özünü attı. Nə dersən? Bunun kimi ah götürən ikinci maşın yox. Yenə deyirəm, bax. Ya şunu sür onu götürə çıxaq gedir. Sən Allah sür çıxaq gedir. Götürək onu. Yəni bax götürməli onu ahutda. Ev yox. Yolda bax o ələti dönən kimi doğuşa satan uşaqlar var. Onun biri qaçar yolun altına. Mən də oynadaram belə, oyan. Bu da oynadı ha. 190 bir adəti var. Oynadı bir tır tapıb altına girməlidir. Bu maşın ölür tırdan ötürü. Moment olub ki bir də görsən yolla gedirəm. Yağışdı. Maşını oynatdım. Oynadı, gördü tır yoxdur. Elə oynaya qaldı yolun ortasında. 6 kilometr oynaya getdi. Oradan tır gəldi, girdi altına. Tır sevəndir də. Tır sevəndir, bəli. Yəni deyirəm, ahtar bizi. Onda sürək götürək gedək onu. Götürüm, gəl. Sən biraz tez elə. Gəl. Ay. Qardaş alın. Mənə kömək elə, qurban olun. Narahat ol, mən. Ağrıyıram, ayağım ağrıyır. Mütəşəkkir deyən adam sənsən? Hə. Gəbəri. Məni yerləşdir ona, qurban olun. Gəbəri. Ölləm ayağımın ağrısından qardaş. Salam melek. Salam melek. Yastığın yüngül olsun. Sağ ol qardaş, ölləm. Qardaş, Haycan. bu lüku aça bilərsən mən üçün. Lüku? Hə. Neysən Lüku? Ayağımı çıxardım çölə. Yox, sənə qurban. Rayonlara yağışdır, belə lüku aça bilmərəm. Otur bir şey fikirləşək. Yaxşı, o da mən bir şey fikirləşərəm. Otur. Bir də oturum. Bir dəqiqə. Getdik.
Sür. Ne var sana vursana? Ne vursana? Açar mısın? Ayağı. Açar mısın? Hadi vuru. Ah var ya ah ya. Hepsi elinde bu olsun. Otur bir. Ayaklara koysana. Ay kişi. Hadi vursana. Hadi vursana. Mehmet'imde mil var sen apılın verirsen. Her mil var. Ne olsun mil var? Her mil mildi. Bu samanette de mil var. Ne olsun? Otur bir. Ha oynayla. Ha şimdi be bu düz uzat. Ay benim çiğnmedi. Kravattı kardeş. Hə, qardaş, ya, qoy mən otur, mənim çiynimə qoy, baş oyna. Gəhbəri görüm. Hə, danışma. Gəhbəri görüm. Danışma. Nə qədər adamsın? Xəstə adamdır da, yəni ahdan qox. Sen alak tadara. Ayşe gəhbəri görüm. Ahtan dur. Ay yok ha burada ağrır buram qəşəkdə. Mənim uç eləmə, yola çıxmışım, qoy ayağın salısın ora, nə olub? İnsan dörsən sən. Nə olub be? Ağrır da. Sen mat. Ay, sən də yaxşı gəlirsən də, bunun ağı tutar səni. Gedək salamat sataq da. Uzaq. Bura tüpürə verdim hemen olsa. Narahat olma. Ben bilseydim onu sen yüzüne tüpür verirdim bu pulu. Biraz bəri dur. Bu da sənin Bəri dur. qardaşın. Ay sağ ol, Bu belə da olmaz. sənin qardaşın. Bu belə Bu da olmaz. sənin qardaşın. Sən də mənim qardaşım. Söz getdi. Gördüm darıxırsan ayağımdan tut. İşe çeştim hemen. Ay. Bak sen yan kardeş otur buraya. Qardaş əyilirim, mənə mil var, olmaz, gələ bu belə qala. Qardaş. Mənə bax, o. Hə də sən laf bezzir buna. Görüm də, hə çal. Ya, Belə rahatsan. Şöyle. Deyim. Kardeş ağırmasın siz. Deyim. Kardeş. ay qardaş. Deyim, o sıxma onu. Oradan möhkəm çıxıb düşərəm pəncərədən. Kardeş bu paraşüttü bu. Bu ne böyle? Deyim, çatdır. 5 dəqiqə o düşüdür, əmək qardaşı. 5 dəqiqə düşüdür. Hə, sən can dəymə, sən can xahiş edirəm qardaş. Baba belə rahat. Getdi, getdi. Getdi. Xəstəxananın həyətindən çıxmaq var. Salam aleyküm ay qardaş. Salam Mələkəm bacı. Taksi şoförsən? Bacı, taksi deyəndə rayona işləmək, Yevla xəbərdə işləyir. Elə. Hə. Hə nə olar? Mənim dədəm də xəstədir, onu da götürək də nə olasıdır? Qadan alım, adaşa düşəcəyik biz. Hacam. Sen. Bir silah tapıp ağzımdan atarım. Sana dedim ki eşim götürme. Gör nədir? Biri var da. Biri var. Bu kışları göyde gedir. İşte best. Da best. Hamımız getiriyor. Ağdaş nədir ki 10 dəqiqə çatıram, götür hə. Xəstə adamdır. Girdim ne yapalım? Skorpomuştu bu. Hara yıka aparırsan. Hara yaparsan yıka. Bacı, mən Ara çıxarsan pəncərədən tölə ayağımı. Oy. Hə nə olasıdır qardaş, boş maşındır. Eksən bacı, mənlik deyil. Bu elə bir pulu verib, maşın bağlatdırıb, eşsən. Ona qədər üzrə hesab elə. Ağsaqqala da can sağlığı, yastığı yüngül olsun. Başqa maşından biz getdik. Ay qardaş, nə olası deyə, nə olası deyə. Gələk minə dədəmlə iksimiz idi, nə olasıdır, yolda qalasıyıq, nə olasıdır. Elə kürəyində aparmırsan, birində aparmırsan, ayağında aparmırsan. Adam tipiye küreğimdedir bak. Harda gedir bu? Harda gedir Haydi bu? onu ayağa sınıfda mən... Harda gedir bu? Elə aparmırsan ki bizi. Sən heç bilirsən mən kimin nəvəsiyəm? Biz ağır ocağıq. Məni aparmadın ki. Məni yarı yolda bu küşədə qoydun ki. Eyb yok. De git, Bu ocakta ben kilo olum, eyb yok. Değil mi? de git. Mənim mıçtələmə, mən bunu sürə bilmərəm. Qadan alaram. Mən onu tanıyıram, bunlar ağır ocaqdılar. Elə. Yenə deyirəm, yolda bir tır tapar gedər girər arasına. Bax, yəni deyirəm, bu tır sevən maşındır. Eyb yok. Get götür, get götür. Mən sənin ürəyi tanıyıram. Hiç ne demiyorum, bu ocakta kül olasın. Sən canım götür onu gəl. Otur. Hadi ayağa. Ay, bazı oyna koy, bazı özüm yükəm, bazı gözüm. Ay qardaş, bir yanda nə ol, öləsisən? Oy dədən, kişisiz elə, sənin elə. Nə olub? Oy, əcəb şiş. Məsəbdən sen çok nefes alıp verme, kondisyoner çattırmıyorsan. Oy Allah, öldüm. Qardaş, Elə əxlasan. ay qardaş. Mənim deyəsən ayağım yavaş-yavaş düzəlir. Bir 15 gündür də gipsdədir. Üzə hiss edirəm ki, qaşınır. Bu qabaqda balaca deşik atmışam, parmağını sal da ora. Buraya buradan. Bir dənə parmaqları sal ora, biraz qaşı onu. Ne var? Haydi. Kulağının dili kaşınmır. Hələ yox. Hadi onda rahat ol. Onda deyəm mən uzanım, belə ağrıdım. Hep terif ediyorsun. Değil mi? Biraz da kala terif ediyor. Ay bizim qardaş, baxa düş. Ay qardaş, bu iş Danış, bakıdır bu. mikrofondu, danış. Əcəb şöçlüyük. Ay vay, ev yox. Ay qardaş, şunu qropku boyan elə də. Zulum çəkdin sən daha.
Oy. Ayağım. Nə Az ayağım yetə düşdü. Allah. Can dədə. Oy aman. Allah bir dakika çok da. Qoy görüm sənin atını mən hara qoyuram. Yeter sana valla. Bəlkə deyirəm. Ama tata çıkacağım. Tövbe bir dakika. Dədə. Dədə. Gözüm de. Etet. Ay qardaş öldüm mən. Etet valla. Gözüm de. Yox, bura yerləşmir. Bura yerləşmir. Gözə darıxma. Məni mıts eləməyin məni. Oy. Etet valla. Etet. Rahat. Etet. Rahat. Mənə bax, xaloğlu. Xaloğlu. Bu sənin qucağında var. Ay. Hamınız maşından düşün görün bu ne istiyor? Nedir? Kirvenem senin. Ne atımsan kucağımda? Narahat eləmədim. Ben bunu götürdüm. Ben bunu Həstək. Quş kimi, sərsək kimidir. Ağırlığı yoxdur ki. Ne kuşu? Quş da quş. Narahat ol. Benim ne çekim olacak? Yaşlı adamım da benim ne çekim olacak? Yok ben karayım. Qardaş, nədən narahatırsan? İstəyirsən o gəlib otursun mənim yerimdə, mən gəlim qabağa. Hayırdır ha? Ya ben 80 manat pul verdim. Hacı. Ben dedim ki Hacı. özümüz gedək də. Burada kim var ki? Sen maşını adam görsən. 10 dəqiqə, ağdaşa düşürdüm, 10 dəqiqə. 10 dəqiqə. Onu biraz yerlə, həkim dedim onu yerlə. Yerləmək lazım. Onu yerlə. Lay lay lay. Lay lay lay. Yatsam bunu dala verə. Ha? Yatsam bunu dala. Yatan kimi ver onu dala. Yerlə dala yerlə. Lay lay lay. Lay lay Şuradan lay. gedək şofer. Ha? Sür gedək. Baba bir de Əsək. Hacı. Ne oldu? Uzağa git. Buradan görüm. Uzağa getmə. Yavaş. Uzağa getmə. Hop dayını biraz beri getir. Ay sağ ol. Ne oldu? Sənin uşağın var ha. Hə. Mənim də ahım var. Get görüm indi nətər gedəsən. Di get. Ay. Olmayma. Bir dənə tıra minib gəlirəm. Sizi köm ayaqlayım siz də baxın. Gəl bir də. Koyma. Koyma. Görürsən ay Qasım. Ne olub? Abşeron Ticarət Mərkəzində evinizə lazım olan bütün məişət avadanlıqları var. Var ya, hamısı var. Hamısını bəyəndik. Elə tələsdirir ki, çıxdıq hə. Ay bana çıxan da, onları arvad alanda arvadın gətirəcək də, gərək sən alasan. Bu da mən nə sarıqsa düşənlər bilmir, hamısında da gözüm qaldı. Elə qabaqda tikinti materialları var, oradan nə salaq? Bu, sement alaq, əsas sement. Allah sement lazımdır. Allah. Nədir buradan kəndə durub qum sement aparacaq? Hasarımız uğurlayıb. Xüsusi sponsorumuz xoşbəxt anaların seçimi olan dünya brendi Predodur. Bütün anaların ən çox narahat edən məsələlərdən biri uşaq bezlərinin düzgün seçilməsidir. Körpəniz üçün uşaq bezi seçərkən nələrə diqqət etməlisiniz? Yanlardakı elastik bantlar uşağın hərəkətinə mane olmasın. Nəmi daha yaxşı obdursun. Körpənizin dərisini tərdən və bişməcədən qorusun, səpdirməsin. Dünyanın 85-dən çox ölkəsində milyonlarla valideyn bu səbəblərə görə körpələri üçün Predo uşaq bezlərini seçir. Predo Baby həyatınızı daha rahat və xoşbəxt etmək üçün uşağınızın qayğısına qalır. Xüsusi sponsorumuz Bizondur. Yenilikləri sevənlər və fərqli dadlar axtaranlar üçün Bizon Eksotik artıq sizinlədir. Kaktusun qeyri-adi təravəti ilə yetişmiş gavalının şirin dadının möhtəşəm birləşməsi, həmçinin çiyələyin cazibədar ətri ilə tropik mangonun ləzzətli harmoniyası ilə gündəlik həyatınızı adi çərçivələrdən çıxardacaq. Öz sərhədlərinizi aşmağa və yeni dadlar kəşf eləməyə hazırsınız, elə isə Bizon Eksotik ilə bu rəngli dünyaya addım atın. Mən Offside mağazasında satıcıyam və məktəblilərimiz üçün Oyal məktəbli ləvazimatları satıram. Məktəblilərimiz bizim məhsulları
çox sevərək istifadə edir. Elə ona görə də məşhurlar bizi seçir. Çok hoş. Bu dəqiqə. Bu dəqiqə Xəzanə xanım. Salam aleyküm. Salam aleyküm. Qardaşlarım evinə xoş gəlmisiniz. Çox sağ olun. Deməli qardaş oğlum, mənim 4 mərtəbəli ofisim var. İstəyirəm onun birinci mərtəbəsini uşaq bağçası edeyim. Qardaşlar mebeldə uşaq bağçası üçün hər bir şey var. Buyurun. Uşaq bağçası üçün mebellər, tədris stolları və məktəb partaları. Müəllim, bu bizim dolablarımız, rəngbərəng. Ofis üçün kreslolar, akt zalı üçün oturacaqlar, modul tipli dörtlü işçi masalarımız, gözləmə zalları üçün oturacaqlar. Bu da bizim səhiyyə mebellərimiz. Bu da masaj masası olar. Bəli, qonaq otağı üçün stullar, ofis üçün mebellər. Ha, belə kresloda oturub işləməyəsən nə edərsən? Bəli. Göndərin gəlsin. Müəllim, biz Amerikaya da mebel göndərik. Hara göndərək? Ünvan deyəcəm. Xüsusi sponsorumuz Rosko. Rosko ticarət nişanı yeni keyfiyyətlə halal kalbasa və sosis məmulatlarını sizə təqdim edir. Niyyətimiz pörtləmə sosisləri, servelat zakaz, doktorskaya zakaz və bir çox çeşidlərimizlə alıcılarımızı sevindirməyə nail olmaqdır. Tezliklə seçiminizin Rosko olacağına əminik. Rosko, indi yalnız halal. Keçən səfər bildin də nə oldu? Qardaşımın arvadı yoxdur. Ay qız, bir dəqiqə deyən da, sənin qardaşın arvadının söhbəti mənim neyimə lazımdır. Mən qeybət eləmək istəmirəm, televizora baxıram. Hə? Yaxşı, nə olar? Hayat onunla səni ya. Bu nədir? Çikonun qara ildırım tumları. Çikonun qara ildırım tumları. Ölürəm də mən də bu tumlar üçün. Sənə bax. Deyirsən qardaşın arvadı nə deyir? Bəs nə oldu? Qeybət eləmək istəmirdin? Ay qız, Çikonun qara ildırım tumları olandan sonra sənə qədər sənə qulaq asaram. Təki tumum olsun. Hə, anla. Nə dedin? Və bir dənə qəşək çay dəmlə, mənim indi futbolum başlayır. Əşinə çay var. Sən cana halım yoxdur. Su ilə yola ver getsin. Bax, indi dur. Dur bir dənə qəşək pürrənk çay dəmlə. Çempion komandama çempion çayı içə-içə baxacam. Dur. Dəmliyim də. Euroaksın sizə bomba kimi bir təklifi var. Telefon aksesuarlarını Euroaksdan al. Aldığın məhsul həm uzun ömürlü, həm qənaətli, həm də zəmanətli olsun. Çünki Euroaks markalı smart saatlar, powerbanklar, adapterlər, səs ucaldıcılar, qulaqlıqlar və digər aksesuarların keyfiyyətindən razı qalacaqsınız. Onu da xatırladaq ki, Euroaks məhsullarını ölkənin əksər telefon aksesuarı mağazalarından əldə edə bilərsiniz. Euroaks, zəmanətli telefon aksesuarları. Sponsorumuz Auctel telefonlarıdır. Auctel artıq bütün dünyada istifadəçilərin rəğbətini qazanmış smartfon brendidir. Bu cihazlar güclü batareyaları, möhkəm korpusları və müasir funksiyaları ilə tanınır. IP68, IP69K standartlarına uyğun suya və toza davamlılıq, 5G dəstəyi və parlaq böyük ekranlar. Auctel məhsulları arasında gündəlik istifadə üçün modellərdən tutmuş, aktiv həyat tərzi üçün super möhkəm smartfonlara qədər hər kəsə uyğun seçim var. Bugün Auctel ölkəmizin bütün böyük pərakəndə satış şəbəkələrində təqdim olunur. Milyonlarla alıcı artıq seçim edib. İndi növbə sizdədir. Ənvər əmi, bu həsrət. Bu həsrət. Az qalsın gedir dansa. Verən əmiyə ver də. Ənvər əmi budur. Ənvər əmi gəlmir. Ənvər Sən mənə ver, mən çatdıram. Bir tayı onundur, bir tayı mənim elə. Və bizim dadlı, gözəl dostlarımız Rosko'ya bir alqış istəyirəm dostlar sizdən. Dostlar, Rosko'ya bir dənə alqış, möhtəşəmdir Rosko'lar. Mütləq alın və onu deyim ki, Rosko'nun biri-birindən çox dadlı çeşidləri var, həm də halaldır. Rahatlıqla bizim şəxsən özümüzün istifadə etdiyim gözəl məhsuldur və bizim Kamilcan ailəsinin yaxın dostlarıdır. Bax, bu gözəl hədiyyəyə Rosko'ya sonsuz təşəkkürümüzü bildiririk.
Və dostlar, sizlə sağollaşırıq yenə öz saatımızda, öz vaxtımızda. Sizlə olmaq arzusu ilə, ümidi ilə ayrılırıq sizdən. Öpürük, var olun dostlar.